Yadınıza gəlir bir ara sosialda da paylaşırdılar. Arxa duman işıqlarının yanılı vəziyyətdə. Mən də onu paylaşdım. Çox xoşum gəldi. Bəli, xəbərdarlıq Gəlib edək. saxladı dedi ki, siz bilirsiniz duman işıqlarını, arxa duman işıqlarını hansı halda yandırmaq lazımdır? Zöhrab bəy dediyi kimi, əgər məhdud görüntüdürsə və yaxud da ki, yolun işıqlandırılmamış sahəsində və s. və ilaxır, bu halda yandıra bilərsiniz. Amma siz yandırıb gedirsiniz. Adam deyir ki, valla mən bilmirəm. Amma deyir, biz sizə cərimə yazmırıq, xəbər yox. Bu getdi, onun ömürlük yaddaşına getdi. Kitab açmağa, oxumağa ehtiyacı yoxdur. Bir mənalı şəkildə oturdu yaddaşına ki, duman işıqlarını adi havada yandırmağa ehtiyacı yoxdur. O sözü də artıq həmişə düşünəcək ki, mənim qarşıma belə bir dövlət yoxlası əməkdaşı çıxmışdı, sağ olsun mənə kömək eləmişdi. Yəni, hər yerdə işini gözəl görən tək polis əməkdaşlarına demirəm mən. İstənilən sahədə belə. Yaxşısı da var, işini gözəl görən də var, işini bilməyən adamlar da var. İnşallah ki, bizim qarşımıza hər zaman yaxşı, peşəkar, işini düzgün görən şəxslər çıxsınlar.